Hər vaxtınız xeyir. Bu dəfə belə bir işçi məsələmiz var. Özünü yoxlamaq istəyənlər videonu saxlayıb, məsələni özü həll edib cavablarını kommentlərdə qeyd edə bilərlər. Amma ondan sonra video izahının ardına da baxın ki, düz və ya səhv həll etdiyinizə tam əmin olasınız. Mən sizə vaxt itirmədən keçirəm məsələmizə. Məsələyə keçməmişdən əvvəl onu da qeyd edeyim ki, MİQ və ya sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimiz üçün bizim tam paket dərslərimiz artıq aktivdir. Dərslərimizə qoşulmaq üçün və ya dərslərimiz haqqında ətraf şəkildə məlumat almaq üçün ekranda görürsünüz və əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə çəkinmədən WhatsApp-da yaza bilərsiniz. Çox danışmayım, keçirəm məsələyə. Bunu sileyim. Oxuyuruq birinci məsələni. Həmişə kimi rahat bir şəkildə oxuyuruq məsələni. Bir iş A, B və C işçilərinə tapşırılıb. Yəni 3 nəfərə iş tapşırıblar da. Birisinin adı A'dır, birisinin adı B'dir, birisinin adı C'dir. Hər hansı bir addır bunlar. Sonra deyir ki, A bu işi tək başına 8 günə, B 12 günə, C isə 24 günə görə bilər. Yəni tək başına işləsələr, işi belə bitirirlər. İlk 3 gün A və B birlikdə işləyir, sonra A işi tərk edir və onun yerinə C gəlir, B və C işi birlikdə tamamlayırlar. Bütün iş neçə günə tamamlanar? Məsələ uzun, məlumatlar çox görsənə bilər. Biz qətiyyən qorxmuq, çox rahat şəkildə başa düşərək, dərk edərək bu məsələni həll edəcəyik. Məsələni tam oxudum, gördüm ki, əsas burada söhbət gedir 3 nəfərdən, 3 dənə işçimiz var və bu 3 işçi haqqında da bizə məlumat verib. Bax, qeyd aparam. Bir işçinin adı A'dır, birisinin adı B'dir, birisinin adı C'dir. Birinci qeydlərimi aparam da. Mənə nə deyib? Deyir ki, A bu işi tək başına 8 günə bitirir. İşçi məsələlərində biz bunu kimi öyrənmişik ki, əgər bir adam işi 8 günə bitirirsə, deməli bir günə işin hansı hissəsini görür? 8də 1 hissəsini. Deməli bu adam bir günə işin 8də 1 hissəsini görür. Yəni A tək işləyəndə bir günə işin 8də 1 hissəsini görür. Eyni məntiqlə B də işi 12 günə bitirirsə tək işləyəndə onda bir günə işin 12də 1 hissəsini görür. Bunlar biz kimi öyrənmişik mövzu izahlarında. C işi 24 günə bitirirsə tək işləyəndə onda bir günə işin 24də 1 hissəsini görür. Bu qeydlərimi səliqəli apardım. Bu bir deyə belə. Uzadım. Ardını oxuyuram. İlk 3 gün A və B birlikdə işləyirlər. Deyirəm, bir dəqiqə deyəm. Bu cümləni oxudum, başa düşməyə çalışam. Ne deyib? A və B birlikdə işləyirlər. Mən bilirəm ki, A bir günə işin 8də 1 hissəsini görür. Yazdım bura. B də bir günə işin 12də 1 hissəsini görür. İndi bunlar ikisi bir yerdə işləyiblərsə, bir günə ikisi bir yerdə nə qədər iş görür? A deyir ki, gün qutaranda mən 8də 1 hissəni görəcəm. B deyir ki, mən 12də 1 hissəni görəcəm. Onda x100 birlikdə nə qədər iş görəcək? Tapması bunları toplayıram. 8də 1, 12də 1 toplayıram. Ortaq məxrəc 24-dür. 24-ü 8-ə böldüm, tamamlayıcı vuruq 3. 24-ü 12-yə böldüm, tamamlayıcı vuruq 2. 3 ilə 2-ni topladım, 5. Deməli, mən tapdım ki, bunlar ikisi bir yerdə işləyəndə, çünki deyək, A və B birlikdə işləyirlər. Bir günə işin 24də 5 hissəsini görürlər. Bir günə. Amma bunlar ilk 3 gün, yəni 3 gün bir yerdə işləyiblər. Deyirəm, onda bir günə bu qədər iş görürlərsə, 3 günə nə qədər iş görürlər? Tapması 3-ə vurmalıyam da. Məsəl üçün deyirəm, kəsiksiz deyirəm də. Mən bir günə 10 ayaqqabı tikirəm, 3 günə neçə ayaqqabı tikirəm? Deyirsiniz 30. Neynədir? Bir günlük işimi 3-ə vurdunuz da, 3 günlük işimi tapmaq üçün. Burada bir günlük işi 3-ə vururum. 24də 5-i 3-ə vurdum. 24 ilə 3 ixtisar gedir. Burada 8 qalır məxrəcdə. Cavab olur 8də 5. Və mən tapdım ki, bunlar 3 günə işin 8də 5 hissəsini gördülər. Məsələni oxuyuram. Sonra deyir, A işi tərk edir və onun yerinə C gəlir. Deməli, A işi tərk eləyir. Bax, getdi. A daha yoxdur. Amma B qalıb. Onun yerinə C gəlir. Aha, deməli, B ilə C bir yerdə işləyəcək indi. B və C işi, elə onu da deyir. B və C işi birlikdə tamamlayırlar. Bütün iş neçə günə tamamlanar. Deyirəm, əla. İndi B ilə C bir yerdə işləyəcək. Eyni məntiqlə deyirəm ki, B bir günə işin 12də 1 hissəsini görür. C isə bir günə işin 24də 1 hissəsini görür və bunlar ikisi bir yerdə işləyirsə, bir günə nə qədər iş görürlər tapmaq üçün bu gördüyü işləri toplamalıyam. Toplayanda tapıram ki, 24 ortaq məxrəclərlə 24 12 bölünür tamamlayıcı 2, 2 ilə 1-i toplayanda olur 3. Tapıram ki, ikisi bir yerdə bir günə işin 24də 3 hissəsini görürlər. Burada 3-ə də ixtisar yaparım. 3-ü 3-ə böləndə 1, 24-ü 3-ə böləndə 8. Yəni bir günə işin 8də 1 hissəsini görürlər. B ilə C bir yerdə işləyəndə bir günə işin 8də 1 hissəsini görürlər. Və burada bizə deyir ki, B və C işi birlikdə tamamlayırlar. Tamamlayırlar deyirsə, tam şey biz bir deyirik axı. Bax, onsuz da 3 günə A ilə B bir yerdə işini tapmışdım ki, işin 8də 5 hissəsini görüblər. 8də 5. Onda işin hansı hissəsi qalıb? Qalanı yazıram bura. Normal, heç 1 çıx 8də 5 yaza bilərsiniz riyazi olaraq. Belə normaldır ki, 8 bərabərsindən 5-ini görmüşsə 3-ü qalıb da. Yəni işin 8də 3 hissəsi qalıb. 8də 3 hissəsi qalıb. Bax, ikisi bir yerdə 3 günə işin
8-də 5 hissəsini görmüşlər, 8-də 3 hissəsi qalıb. İndi iş tamamlansın, istəyirəmsə bu 8-də 3 hissə iş görülməlidir. Yəni bax bu ikisi bir yerdə indi B ilə C qalmışdı ya, A çıxıb gedəndən sonra 3 gün sonra A çıxıb getdi, B və C birlikdə işlədi ya. Hansı ki bir gün işin 8-də 1 hissəsini görürlər ha. Deməli bunlar B ilə C neçə günəsə bu 8-də 3 hissə işi bitirməlidir. Çünki qalan iş budur axı. Normal məntiqlə deyirəm yerində bax. Biz bir günə işin, yəni ki B ilə C ikisi bir yerdə bir günə işin 8-də 1 hissəsini görürsə, biz neçə günə, bax 2 günə deyəndə 2-yə vururduq bunu, 5 deyəndə 5-ə vururduq, düzdür? Yəni 5 günə qədər iş gördüyünü tapmaq üçün də. İndi mən neçə gündə x deyirəm. 2 deyəndə 2-yə vurdum, 3 deyəndə 3-ə, 5 deyəndə 5-ə. İndi günlərin sayını bilmirəm də x yazıram. 8-də 1 vuram x-ə. Yəni neçə günə biz 8-də 3 hissə işi görək. Yəni 8-də 1 neçəyə vuranda cavab 8-də 3 eləyər. Çünki mənə lazımdır ki, bunlar neçə günə 8-də 3 hissə işi görərlər. Çünki 8-də 5-i onsuz görmüşlər. İş tamamlansın istəyirəmsə 8-də 3 hissəsi qalıb. Burada x tapmaq problem deyil bizim üçün. Hasili, yəni cavabı digər vurğuya böləm. 8-də 3-ü böləm 8-də 1-ə, yəni 8-də 3-ü vururam tərsinə 1-də 8-ə, bölmədə 1 gedir, ikincidə tərsinə fırlanır, bölmə vurmaya çevrilir. 8-lər ixtisar gedir, buradan x bərabərdir 3 cavabını tapırıq. Sualımızın cavabı 3-dürmü? Təbii ki, yox. Tələsməyin. Çünki sizə soruşur ki, bütün iş neçə günə tamamlanar. Mən bu 3-ü tapmaqdan, hanı 3? Bu 3-ü tapmaqdan tapdım ki, B və C işi 3 günə tamamlayırlar. B və C, yəni qalan işi 8-də 3 hissə işi B ilə C 3 günə tamamlayırlar. Amma bundan əvvəl 3 gündə A və B işləmişdi axı. Yəni bütün işləyirsə 3 gün A ilə B işlədi, işin 8-də 5 hissəsini gördü. Qalan işi 8-də 3 hissəsi işi isə B ilə C işlədi və 3 günə bitirdi. Yəni 3 gün A ilə B işləyib, 3 gün B ilə C işləyib. Və mən bunları toplasam görürəm ki, ümumilikdə bütün iş 6 günə tamamlandı. Və salam, bu da bizim məsələmizin həlli, işçi məsələlərinin çətin tiplərinə, yəni ibtidai sinif müəllimləri üçün olan suallar içindən çətin tiplərindən sayıla bilər. Uzun və qarışıq məlumatlar verib, amma biz bunu da başa düşərək işləyə bilərik. Ən azından bundan əmin olduq. İzaha baxanda başa düşdünsə, amma öz ağılda gəlmir. Amma izaha baxanda başa düşdünsə, deməli sən özün də bunu edə bilərdin. Bir neçə dəfə həll etməyə çalış bu tip məsələləri, izahına bax həll edə bilməyəndə 2 dəfə, 3 dəfə, 5 dəfə artıq əgər ən azından izahı başa düşürsənsə, deməli sən də bu məsələni həll edə bilərsən. Bəs bu videoluq bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.